Hörmətli sədrlər, hörmətli konfrans iştirakçıları, hər birini salamlayıram. Bu mötəbər elm və tibb ocağı olan Milli Onkologiya Mərkəzinin nəzdində belə bir konfransın keçirilməsi hamımız üçün qürur duyucudur və düşünürəm ki, burada toplanan hər bir mütəxəssis süd vəzi patologiyalarla əksəriyyəti məşğuldur. Süd vəzi xərçəngi qadınlar arasında hər zaman geniş yayılmış bir onkoloji xəstəliklə birgə həm psixoloji, həm də fiziki baxımından qadınları sarsıldan bir patologiyadır. Çünki orqanın itkisinə, süd vəzinin itkisinə gətirir və kosmetoloji, həm də fiziki baxımından xanımları böyük stres yaşadır. Bəs bugünkü mövzumuzun əsas məqamı ondan ibarətdir ki, görüntüləmə metodlarının rəhbərliyi ilə süd vəzi törəmələrin əməliyyat öncəsi işarələnməsi. Bu nə üçün önəmlidir? Süd vəzidə palpasiya olunmayan törəmələrin sayı getdikcə artır. Bu, skrining proqramların və müasir görüntüləmə üsullarının daha geniş istifadəsi ilə bağlıdır. Palpasiya olunmayan törəmələrin sayının artması orqan qoruyucu cərrahiyyənin sayının artmasına təsir edir. Həmin lezyonların cərrahi müdaxilə üçün dəqiq lokalizasiyası çox vacibdir. Bu prosedur sağlam süd vəzi toxumasını mümkün qədər qoruyaraq törəmənin adekvat şəkildə çıxarmasını hədəfləyir. Təsəvvür edin, hər 3 süd vəzi xərçəngindən biri palpasiya olunmayan, kliniki təyin olunmayan mərhələdə aşkarlanır, yəni non-palpable. Süd vəzi diaqnostik metodlardan hər birimiz geniş istifadə edirik. Bəs əməliyyat öncəsi işarələnməndə hansı metodikanın seçməyi nədən asılıdır? Tel və ya markerin yerləşdirilmə istiqaməti üçün vizuallaşdırma metodunun seçilməsini ən yaxın baxışın əldə edilməsi əsasında, yəni patologiyanı ən yaxşı görən metod vasitəsilə və xəstənin rahatlığı optimallaşdırmaq şərtləri ilə qərar verilir. Əlbəttə ki, ilk öncə müraciət edirik ultrasəs müayinəsinə, çünki real zamanda az zaman tələb edir, Doppler elastografiya kimi əlavə opsiyalardan istifadə edərək biz törəməni daha aydın şəkildə aşkar edə bilirik. Ultrasəs zamanı aşkar olunmayan törəmələri, palpasiya olunmayan kiçik ölçülü törəmələri, mikrokoordinatlardan ibarət sahələri və yaxud iri ölçülü süd vəzilərdə əlbəttə ki, ikinci seçimimiz mamoqrafiya müayinəsidir. Mamoqrafiya müayinəsi zamanı işarələnmənin aparılması bir qədər uzun müddət tələb edir, xəstə diskomfortu yaşana bilər və yaxud da iynənin daxil etmə istiqaməti sabah həkim cərrah onkoloq tərəfindən, onkoplastik cərrah tərəfindən seçdiyi kəsiklə üst-üstə düşməyə bilər və kompresiyadan azad olduqda markerin miqrasiyası, yəni yer dəyişməsi təhlükəsi ola bilər. MRT müayinəsi ilə markerin yerləşdirilməsi çox az istifadə olunur. Yalnız ultrasəs müayinəsi və mamoqrafiya zamanı aşkar olunmayan törəmələrdə istifadə olunur və daha uzun müddət, daha masraf tələb edən bir müayinə metodika olduğuna görə nadir istifadə olunur. Praktikamızda ən çox istifadə etdiyimiz işarələmələrdən biri tel ilə işarələmədir. İynə tellər 16-21 Gouge iynə bələcisinə əvvəlcədən yüklənmiş 3-15 sm uzunluqda təqdim olunur. İstehsalçılar asılı olaraq telin forması müxtəlif ola bilər. İynə telin yerləşdirilməsi ultrasəs, mamoqrafiya və MRT rəhbərliyi ilə aparıla bilər. Prosedura lokal anesteziya ilə aparılır. İynə tel əməliyyat günü və yaxud da əməliyyatdan bir gün qabaq süd vəzi yerləşdirilir. Yerləşdirilmiş telin lokalizasiyasını kontrol etmək məqsədi ilə əlavə mamoqramı çəkilir. Düzgün yerləşdirilməsindən əmin olduqdan sonra telin xarici ucu dəridə fiksasiya olunur və pasiyent əməliyyatxanaya yönləndirilir. Gördüyünüz kimi, telin yerləşdirilməsinin bütün etaplarda mamoqrafik görüntülər əldə olunur və biz əmin olduğumuzdan sonra ki, tel bizə lazım olan patoloji sahənin mərkəzindədir, xəstəmizi fiksasiya ilə yönləndiririk əməliyyata və əməliyyatdan sonra çıxardılmış makropreparatı da mütləq kontrol spesimen çəkilişini aparırıq. Tel ilə lokalizasiyanın üstünlükləri proseduranın sadə, ekonomik olmasıdır, hər bir müayinə metodu rəhbərliyi ilə aparıla bilməsidir, lakin dezavantajları da mövcuddur. Belə ki, telin yer dəyişməsi, xəstənin kiçik hərəkətli hesabına tel yerini dəyişə bilər və yaxud da telin xaricdə qalan ucu qırıla bilər. Vazovagal reaksiyalar, yəni tel yerləşdirilmə zamanı xəstənin vəziyyətin pisləşməsi, mamoqrafiya zamanı telin giriş yerinin cərrahi kəsiyə uyğun gəlməməsi və pasiyentin diskomfortu, süd vəzdən çölə çıxan bir yad cismin olması xəstəni hər zaman narahat edir, dezavantajları bunlardır. Daha sonraki metodika intraoperativ ultrasəs müayinəsi.
Süd vəzi qoruyucu cərrahi bütün mövcud əməliyyat öncəsi lokalizasiya üsullarına baxmayaraq hələ də kör əməliyyat sayılır. Yəni o əməliyyat sahəsində bəzən palpasiya olunmayan kiçik ölçülü törəməni tapmaq cərrah üçün olduqca çətindir. Bu zaman bizim köməyimizə intraoperativ ultrasəs müayinəsi gəlir. Belə ki, çox rahat bir metodika ilə biz rezeksiyanın bütün mərhələlərində bizi maraqlanan sahələri yoxlaya bilərik və təyin etmək istədiyimiz törəməni aşkar etməkdə köməklik vasitəsi kimi istifadə olunur. İntraoperativ ultrasəs müayinəsi çox vaxtlar əməliyyat edilən cərrah tərəfindən aparılır və yaxud da xüsusi dəvət olunmuş radioloq tərəfindən. Real zamanda aparılır, ekonomikdir və əməliyyat öncəsi heç bir əlavə işarələmələrə ehtiyac olmur. Lakin subyektiv metodikadır. Ultrasəs, əməliyyatxanada ultrasəs cihazın olması şərtdir və yalnız ultrasəs zamanı aşkar olunan törəmələrin diaqnostikasında bizə kömək edə bilər. Həmçinin də dərin lokalizasiya olunan törəmələri ultrasəs zamanı bəzən aşkar etmək çox çətindir. Növbəti metodikamız marker, klipsin yerləşdirilməsi. Markerlər trukat biopsiya zamanı və yaxud da neoadjuvant polikimioterapiyaya hazırlaşan pasientlərə yerləşdirilir. Ultrasəs müayinəsi mamoqrafiya və MR rəhbərliyi ilə yerləşdirə bilir. Metalik, titan, polad və ya qeyri-metalik keramik tərkibli ola bilir. Tək, çılpaq adlandırdığımız klipslər və ya biomaterial ilə örtülmüş klipslər mövcuddur. Bir neçə klips qoyulursa, onların müxtəlif formada seçilməsi tövsiyə olunur. Neoadjuvant polikimoterapiyadan öncə xəstəmizə klipsin yerləşdirilməsini ultrasəs müayinəsi rəhbərliyi ilə yerləşdirən klips görüntüsünü təqdim eləmək istəyirəm. Mütləq bəzi immunohistoximiya tiplər, hansılar ki, kimyoterapiya fonunun tamamilə geriyə sorulur, bu törəmələr mütləq əməliyyat öncəsi, kimyoterapiya öncəsi marker ilə işarələnməlidir. Gördüyünüz kimi markerlərin formasına görə, ölçülərinə görə çox seçilirlər, fərqlidirlər. Markerin ultrasəs zamanı daha aydın vizualizasiyanı təmin etmək məqsədi ilə hidrogen klipslərdən istifadə olunur. Bəzən neoadjuvant kimyoterapiya zamanı qabaq qoyduğumuz marker şiş sorulandan sonra ultrasəs zamanı aşkar etmək çox çətindir, tapa bilmirik. Vaxt getdikcə onlar fibrozlaşırlar, görsənmirlər. Lakin hidromarklar xüsusi klipsin ətrafında xüsusi hidrogel mövcuddur və törəməyə yerləşdirilən, süd vəzinə yerləşdirilən sonra ətraf toxumalardan mayeni hopduraraq daha da görüntü baxımından daha aydın olur və yerləşmədən hətta 26 ay sonra biz rahat şəklində həmin klipsi süd vəzinə aşkar eləyə bilirik. Növbəti metodikalar daha az istifadə etdiyimiz metodikalardan radioaktiv metodlardır. ROL 1998-ci ildən başlayaraq Luni tərəfindən istifadə edildiğimiz ROL metodikası xüsusi Texnitse 99 istifadəsi ilə törəmənin işarələnməsidir. Həmçinin bu metodikanın üstün cəhəti ondan ibarətdir ki, biz törəmə ilə birlikdə sentinel limfa dönü də aşkar edilə bilirik. 2021-ci ildən isə radioaktiv seed localization, yəni xüsusi radioaktiv toxumlardan istifadə edilərək, yod tərkibli toxumlardan istifadə edilərək törəmələrin işarələnməsi aparılır. Bu metodikanın avantajları effektiv olması, eyni zamanda törəmə ilə yanaşı limfa düyünündə lokalizasiyanı təyin etməkdir. Toxumların ölçülərinin çox kiçik olduğuna görə onlar əməliyyatdan 4-5 gün qabaq süd vəzinə yerləşdirə bilər, yəni xəstəyə heç bir diskomfort yaşatmadan. Lakin dezavantajlarına xüsusi avadanlığın, xüsusi təcrübəli personalın olması lazımdır. Yüksək maddi dəyərli bir proseduru olduğu və toxumanın zədələndiyi zaman həmin radioaktiv maddənin süd vəzi toxumasına yayılma təhlükəsi, yəni radiasiya təhlükəsinin olmasıdır. Maqnit metodikalarına aiddir. Magnetic seed localization, maksidlər xüsusi kiçik ölçülü polad implantlarıdır, hansı ki, süd vəzni, mamoqrafiya və yaxud da ultrasəs müayinəsi rəhbərliyi ilə yerləşilir və xüsusi maqnit zon tərəfindən əməliyyat zamanı süd vəzdə aşkarlanırlar. Bu metodikanın da dezavantajları ondan ibarətdir ki, neoadjuvant polikimoterapiyadan sonra dinamiki MR aparılıb istədiyimiz xəstələrə apara bilmirik. Çünki maqnit dalğaları, maqnit
həmin toxumalara təsir göstərir və onların yer dəyişməsinə səbəb olur. Yəni artefaktlar əldə edə bilirik. Kardiostimulator daşıyan pasientlərimizə əks göstərişdir. 2 marker tələb olunursa, məsafə 2 sm-dən az olmamalıdır və xüsusi avadanlıq, təcrübəli personal və yüksək maddi dəyər olduğuna görə az istifadə olunan bir metodikadır. Radar üsullarına aiddir. 16 qouc iynəsində yüklənmiş xüsusi 12 mm ölçülü reflektor və onu aşkarlayan xüsusi siqnal sistemi bu şəkildə gördüyünüz kimi xüsusi bir antena kimi yerləşdirilir süd vəzinə. Reflektorun ucu elektromaqnit dalğaları və zərərsiz infraqırmızı işıq yayır. Daha sonra elektromaqnit dalğa siqnalı real vaxt rejimində istiqamət və məsafəni təmin edən xüsusi qurğuda əks olunur. Beləliklə biz törəmənin dərinliyini və kvadrantını yerləşməsini rahatlıqla təyin edə bilirik. Dezavantajlarına aiddir. Reflektorun ölçüləri 12 mm yaxın, yəni digər markerlərə nisbətən daha böyükdür və ona görə kiçik ölçülü törəmələrdə, dərin lokalizasiyalarda və yaxud aksilar nahiyədə yerləşməyi bir qədər çətinlik törədə bilir. Cərrahi əməliyyat zamanı reflektor zədələnsə təsadüfən kəsik vaxtı artıq biz o siqnalı itirmiş oluruq və onun bir effektiv bir dəyəri artıq olmur və onların tərkibində olan nikel materiala qarşı allergiya olan xəstələrimizdə biz onu istifadə edə bilmirik. Radio tezlik üsulları, lokalizer adlandığımız qurğu 2015-ci ildən istifadəyə verilib. Bu sistemə 2 əsas komponent daxildir. Unikal identifikasiya nömrəli mikroçip və xüsusi oxuyucu. RFID oxuyucusu aktivləşdirən elektromaqnit sahəsi yaradır. Marker radio tezliyi qəbul edir, yəni süd vəzinə yerləşdirilmiş həmin marker, çip, o tezliyi qəbul edir, özündə onu dəyişir və yenidən siqnal yayır. Bu yayılmış siqnalı daha sonra oxuyucu qəbul edir və dəyərləndirilir. Bu metodikanın dezavantajları klipsin, yəni markerin böyük ölçüdə olmasıdır, MRT zamanı artefaktların yayılmasıdır və bahalı xüsusi avadanlığın tələb olunmasıdır. Bizim Milli Onkologiya Mərkəzinin çalışdığım dövrdə istifadə etdiyimiz əməliyyat öncəsi işarələmə metodikalardan bir neçə öz xəstə üzərində təqdim eləmək istəyirəm. Birinci xəstəmiz 45 yaşında xanım profilaktik mamoqrafiyadan keçdikcə mikrokarsinatda bir sahə aşkarladıq. 4B kimi, biraz 4B təsnifatı ilə qiymətləndirdik və iynə tel ilə işarələdik. Əməliyyatdan sonra çıxardılmış preparatda da görürük ki, kalsinatlı sahə tam çıxardılmış preparatın mərkəzindədir və patahistoloji nəticə duktal karsinoma in situ təsdiqləndi. Növbəti xəstəmizdədir. Demək olar ki, çox çətinliklə vizualizə olunan 2-3 dənə kalsinatdan ibarət bir sahə aşkarlandı. Həmin sahə mamoqrafiya altında tel ilə işarələndi və daha sonra xəstə əməliyyata yönləndirildi. Nəticədə duktal karsinoma in situ. Növbəti xəstəmizdə biz bracketing üsulundan istifadə eləmişik. Yəni, eyni zamanda bir neçə teldən biz bunu nə vaxt istifadə edirik? Geniş kalsinatlı bir sahə olanda kalsinatların başlayan və qutaran yerində 2, 3, hətta 4 dənə tel yerləşdirə bilirik. Bu üsulla da çıxardılmış preparatda görürsünüz ki, həmin kalsinatlar preparatda tamamilə əks olunur və nəticədə duktal karsinoma in situ diaqnozu patogistoloqlar tərəfimizdən təsdiqləndi. Bu xəstəmizdə xəstə xərçəng diaqnozu təsdiqləyəndən sonra 2 kurs kimyoterapiya alandan sonra qərar verdi ki, mən orqan qoruyucu süd vəzi əməliyyatına hazırlaşıram və daha sonra 2 kursdan sonra bir qədər artıq intensivliyi azalmış bir törəməyə ultrasəs müayinəsi altından klips yerləşdirildi və xəstə artıq kimyoterapiyasına davam edir və inşallah ki, tamamilə şiş sorulandan sonra həmin nahiyyə kiçik bir toxuma sahəsi götürülərək xəstəmiz əməliyyat olunacaq. Növbəti xəstəmiz isə üçlü negativ, aqressiv xərçəng növlərindən olan üçlü negativ süd vəzi xərçəngi ilə əziyyət çəkən xəstəmizdir. Xəstəmizin neoadjuvant polikimyoterapiya öncəsi klips yerləşdirilib və kursdan sonra, bir neçə kursdan sonra görürsünüz ki, tamamilə reqressiya, şiş toxuması praktiki olaraq yox, elə görsənmir. Nə UZİ-də, nə mamoqrafiyada. Yalnız yerləşdirilmiş marker hesabına biz həmin törəmənin orada olduğunu xatırlayırıq və marker ultrasəs zamanı aşkar olunmadığına görə mamoqrafiyada biz həmin yerə tel yerləşdirdik. Orqan qoruyucu cərrahi öncə əməliyyata yönləndirildi xəstə. Markeri müvəffəqiyyətlə cərrah oradan çıxardıq və beləliklə xəstə az bir travma ilə süd vəzi törəməsindən, süd vəzi xərçəngindən azad oldu.
Beləliklə, əziz kolleqalar, orqan qoruyucu cərrahi əməliyyat öncəsi törəmələrin lokalizasiyası üsullarının təkmilləşməsi, invaziv metodikalardan daha az invaziv, pasiyent üçün daha komfortlu və əlverişli üsullar keçid alır. Hər bir üsulun üstünlükləri və məhdudiyyətləri mövcuddur. Metod seçimi patoloji sahənin xüsusiyyətləri və pasiyentin istəklərinə görə aparılmalıdır. Biz həkimlər, süd vəzi diaqnostikasına məşğul olan həkimlər hər zaman ilk öncə qadının bir qadın olaraq xatırlamalıyıq və onun gözəlliyinə dəyər verməliyik və çalışmalıyıq ki, heç bir qadın süd vəzini itirməsin və bacardığımız qədər süd vəz toxumasını qorumaya çalışmalıyıq və bundan ötürü əlimizdən gələni etməliyik. Çox sağ olun.